Təcrübəsiz iş tapmaq çox çətindir. Amma kim deyir ki, təcrübəni sırf işdə yığmalısınız? Sizdə sual yaranacaq ki, bəs təcrübəni harda əldə edə bilərəm? Və əgər təcrübəmi özüm əldə etmək istəyirəmsə, heç bir işə getmədən əldə etmək istəyirəmsə, həmin təcrübəni mən necə sübut edə bilərəm? İlk növbədə siz proqramlaşdırma ilə yanaşı Git öyrənməlisiniz. Özünüz üçün bir layihə seçin. Misal üçün şəxsi veb-sayt və ya mobil applikasiya və ya hər hansı bir proqram. Ağlınıza heç bir ideya gəlmirsə, hər hansı bir mövcud layihəni kopya edə bilərsiniz. Bundan sonra bu layihənin üstündə həftələrlə işləyin. Kodunuzu GitHub, GitLab kimi servislərə yerləşdirin. Əlbəttə ki, orada öz akkauntunuz olmalıdır və həmin akkaunta siz kodunuzu yerləşdirirsiniz və Git-in bütün standartlarına uyğun işləyin ki, sonradan həmin GitHub akkauntunuzu kimsə yoxlasa, görsün ki, siz professional kimi yanaşırsınız. Çalışın ki, Git kommentlərinizi ətraflı izahatla yazın ki, sizin komponentlərinizi, yəni yazdığınız kodu çox gözəl olaraq izah edin.